Onlar ayaqdaykən də, oturarkən də, yatarkən də məni zikr edirdilər, mənə yalvararaq dua edirdilər, məndən istəyirdilər. Və buna bənzər bir çox ayələrdə Rəbbimiz bizə bir işarə göndərir ki, yalnız məni anmaqla sizlər xeyir tapacaqsınız. Rad surəsində də qeyd olunur, məni asta səslə səhər axşam anaraq dualar edin. Yəni, əziz dəyərli xanımlar, bizlərin qəlbi bəzən narahat olur, bəzən necə ki mədəmiz acı olur, ruhumuz da bu qaydada acıyır və ruhumuzun qidası yalnız Rəbbimizi anmaqla ola bilər. Hər kəsin Qurban Bayramını təbrik etmək istəyirəm. Sözü əlbəttə ki, Qurani-Kərimdən ayətlə başlamaq istədim. Rəbbi anaq təkcə bir Qurban Bayramı, Ramazan bitəndə belə yox, hər gün, hər saniyə, hər dəqiqə, yatarkən, durarkən, iş görərkən, gündəlik qayğılarımızı yerinə yetirərkən daima qəlbinizdə Allahı zikr edin və xeyir tapın inşallah. Bütün xalqımızı, bütün məni izləyən bacılarımın ailəsini, böyüklərinizi, hər kəsi təbrik edirəm. Başda şəhid analarımız var məni izləyən, o analarımızın əllərindən öpürəm. Bacılarımız var, dəyərli bacılarım var, məni illərdir izləyirlər, 5 ildir, 6 ildir artıq YouTube kanalımdan məni izləyirlər. Instagramda da yenidir səhifəm, buradan da yeni izləməyə gələn bacılarımı, ailələrini, hər kəsi təbrik edirəm və diləyirəm Rəbbimdən qəlb huzurluğu sizlər üçün. İnşallah Rəbbim hər şeyin xeyirlisini və xeyirlisi ilə bərabər asanlığını sizlərə versin. Bəzən bizlər dua edərkən yalnız xeyirlisini istəyirik, amma xeyirli olan bəzən bizə çətin yollarla gəlir. Ona görə Rəbbinizdən, yəni Rəbbimiz cömərtdir, istədikcə istəyin, o verəndir. O əli aza gəlməz, insan oğlu kimi deyil Rəbbimiz, o uca yaradandır. Və siz istəyərkən xeyirlisini mütləq ki, asanlığını da diləyir Rəbbimdən. Bayramınız bir daha mübarək olsun, diləyirəm Rəbbimdən. Nəfsimizi qurban verməyi bacara biləcəyimiz bir il olar. Bərəkətli ömür evinizə, ailənizin üzərinə Rəbbimin rızqını diləyirəm. Diləyirəm Rəbbimdən ki, o sizi öz kölgəsində saxlasın. Rəbbimlə qalın, sevgi ilə qalın.